Salam əziz tamaşaçılar, Çağdaş Azərbaycan. Mən Kazım Əkbərov, STEM mərkəzimiz fəaliyyətə başlayan gündən fəaliyyət göstərirəm. Burada həm mentor olaraq, həm də təlimatçı olaraq pilotsuz uçuş texnologiyaları və kodlaşdırılması dərnəyinin rəhbəriyəm. SAF-a qeydiyyatımız və SAF-da yarışlarımız 2024-cü ildə təsadüf eləyir. 2024-cü ildən biz yarışlara qatılmışıq. O zaman ilk bir komanda ilə qatılmışdıq yarışa. Komandamızın adı Griffin idi. Biz ötən ilki fəaliyyətimizdə yarışa hazırlıqlarımız demək olar ki, çox qısa müddəti əhatə eləmişdi. Təqribən 3-4 günlük bir müddətdə yarışa hazırlaşıb SAF-a yollanmışdıq. Amma müddətimiz həddindən artıq az olsa da gecə saatlara qədər çalışmalı olmuşduq. Dronların hazırlanması üçün gün müddətə çox azlıq təşkil eləyirdi. Buna baxmayaraq yarışda Naxçıvanı STEM mərkəzinin layiqincə təmsil etdik və biz o yarışda Griffin komandası olaraq Flytek kateqoriyasında birinci yeri tutmuşduq. Qalib gəlmişdik. Bu nailiyyətimizi 2025-ci ildə təkrarlamaq üçün də həddindən artıq məsuliyyətlə çalışmalıydıq. Çünki 2024 tarixindəki, 2024 saxdakı nailiyyətimizi təkrarlamalıydıq ən azından. Buna görə də 2025-də daha müddətimiz buna imkan verirdi ki, daha əvvəlcədən yarışa hazırlaşaq. Təqribən bəli, 1-2 aylıq müddətdə biz yarışa hazırlaşmışıq. Dronun ilk olaraq dizayn haqqında düşündük. Yarışın təlimatına uyğun, final mərhələsinin qaydalarına uyğun dron hazırlanır. Yəni ölçülərdən kənara çıxmamalıydıq və verilən tapşırıq üçün dron hazırlamalıydıq. Orada bizim 2025-ci ilin Flytek kateqoriyasında qaydalar biraz dəyişmişdi. Yanğın ərazisinə 2 top atılmalı idi ardıcıl şəkildə və əlavə olaraq yanğın zonasından insan, belə deyək, çıxarılmalı idi. Biz bu tapşırıq üçün əlavə 2 mexanizm hazırlamalı idik. Həm top mexanizm atılması üçün, həm də insanı həmin ərazidən xilas etmək üçün. Mən Quluzadə Oğuz, Naxçıvan Qarnizon Tam Orta Məktəbinin 9-cu sinif şagirdiyəm. Mən STEM mərkəzinin pilotsuz uçuş aparatlar, texnologiyaları və kodlaşdırma dərnəyinin 2023-cü ildən təhsil almağa başlamışam. Biz təhsil vaxtı dərsimizdə fəal iştirak elədiyimizə görə müəllimimiz bizi bu SAF yarışına seçmişdir və mən bu festivala, bu yarışa keçən ildən qatılmağa başlamışam. Biz keçən ildən SAF 24 festivalına hazırlaşmağa başlamışıq və biz hazırlaşarkən çox intensiv şəkildə, çox güclü gecəmizi gündüzə qataraq hazırlaşmışdıq və birinci yerin qalibi olmuşduq. Biz SAF 2024-də Griffin komandası olaraq qoşulmuşduq və birinci yerdə layiq görülmüşdük və biz bu il yenə də SAF 2025-ə qatılmaq qərarına gəldik və bu Griffin komandasından əlavə də Phoenix komandası var idi. Komanda haqqında danışmalı olsam, biz bu yarışa 3 şagird, bir mentor olaraq iştirak eləmişdik. Mənim yarışda əsas vəzifəm dronun pilotu olmaq idi. Yəni mən orada dronu idarə etməli idim və eyni zamanda dronun kodlaşdırılması ilə məşğul idim. Yoldaşım Babaverdiyev Nizat isə dronun simulasiya pilotu idi. Məmmədli Rafiq isə dronun texniki hissələrinə baxırdı və eyni zamanda dron köməkçisi idi. Biz SAF 2025-ə çox intensiv şəkildə gecəmizi gündüzümüzə qataraq, gecələr burada qalaraq çox güclü şəkildə hazırlaşmışdıq. Düzdür, bəzi problemlər, bəzən elə olurdu ki, dronumuzu yığarkən bəzi problemlərə rast gəlmişdik. Dronun hazırlanmasına təxminən sentyabrın 13-dən başlamışdıq
Dronu hazırlayarkən CNC kəsimdən istifadə etmişik və çəkini nəzərə alaraq karbon çubuqlardan istifadə etmişik. Və biz dronumuzu tam uçuşa hazır vəziyyətdə gətirdikdə test uçuşları eləmişdik. Lakin test uçuşlar zamanı müxtəlif problemlərlə qarşılaşdıq. Məsələn, biz gördük ki, dron test uçuşlar zamanı dron qəza olur və qəza olan zamanı dronun gövdə hissəsi zədə alır və biz də bunları fikirləşərək 3D printerdə bunlara qəliblər tökdük ki, biz qəza olan vaxtı dronun gövdəsi əzilməsin və belə biz dronumuzu tam uçuşa hazır vəziyyətə gətirdik və yarışa yollandıq. Həm simulyatordakı nəticələrimizə görə, rekord nəticəmizə görə, həm də dron sahəsindəki pilotumuzun göstərdiyi nəticələrə görə biz rekord nəticə ilə hər iki komandamız, dərnəyimizin hər iki komandası birinci yerə layiq görüldü. Bu bizim üçün, mən şəxsən mentor olaraq mənim üçün həddindən artıq böyük bir sevinç məndə yaradır ki, rəhbərliyini etdiyim hər iki komanda, hər ikisi birinci yerə layiq görüldü. Bizim nəticələrimiz demək, dron sahəsində maksimum 155 bal idi. Griffin komandasından Uğur Quluzadə hər 3 mərhələdə 155 bal toplayaraq maksimum nəticəni əldə edib. Simulyator pilotumuz isə Griffin komandasından Nicat Babaverdiyev tək rəqəmli nəticə ilə, yeganə tək rəqəmli nəticə ilə, o da rekord nəticə ilə komandamızı irəliyə atmışdı 9.80 saniyə. Halbuki bizim həmin simulyator mərhələsini başa vurmaq üçün 60 saniyə müddət tələb olunurdu, yəni keçərli idi. Biz onu 9.80 saniyə ilə başa vurmuşuq. Digər komandamızdan simulyator pilotumuz Onur Abdullayev həmin nəticəni 11 saniyə, 11.38 saniyə ilə başa vurmuşdu və bu həm öz komandasına, həm də ümumən Naxçıvan və STEM mərkəzinə qızıl medalı gətirməkdə əsas rol oynadı. Qayıdarkən Naxçıvan hava limanında çox təntənəli şəkildə qarşıladılar. Bu bizim üçün çox yəni möhtəşəm idi ki, biz ard-arda birinci yer tutmuşuq və eyni zamanda əlavədən Phoenix komandası da birinci yer tutmuşdur. Və mən bunu bildirmək istəyirəm ki, məni bu yolda dəstəkləyən valideynimə və müəllimimə təşəkkürümü bildirdim. Bugün izlədiklərimizin arxasında bir neçə məqam dayanır. Zəhmət, iradə və sonsuz öyrənmə həvəsi. Görünür ki, gələcəyin gəncləri də təkcə bir festivalda deyil, həmçinin texnologiya dünyasında da öz sözlərini deməyə hazırdırlar. Elə biz də bu gəncləri daim tanıtmağa və təbliğ etməyə hazırıq. Təki uğur olsun. Bu dəfəki verilişimizdən bu qədər. Növbəti buraxılışımızda görüşmək ümidi ilə sağ olun, salamat qalın.